İnsan bilirsin necə yaşayır? Deyir ki, mən varamsa minnətdaram sən Allah. Varlığına görə başlayır təşəkkür eləməyə. Varlığına görə başlayır şükür eləməyə. Olur şükür eləyən bəndə. İnsan həyatının dəyərini bilməsə şükür eləyə bilməz. İnsan hey deyər onu ver, bunu ver, onu ver, bunu ver. Bir adam demir ki, Diyanə bir dənə dualarımı saxlayayım. Mən varam, gör nə böyük hadisə baş verir. Məni xəlq eləyiblər. Namazın fəlsəfəsi budur. Namaz bax budur ki, deyirsən, ilahi məni yaratmısan, mən varam. Varlıq bilirsən nə deməkdir? Var olmaq. Mən yox ola bilərdim, olmaya bilərdim. Mən nə qədər xoşbəxtəm ki, mən varam. Mənim əynimə varlıq libası geyindirib, məni sayıb xəlq eləmisən. Mən həyata malikəm. Bu sevinç insanın bədən, cismində, ruhunda həyəcan yaradır və baş aparır səcdəyə. Səcdə belə olarsa ləzzətli olur. Onda namazın keyfiyyəti də dəyişir. Deyəsən, ilahi minnətdaram ki, məni var eləmisən. Var olmaqdan böyük nə xoşbəxtlik.